Mingəçevir Dövlət Universitetində növbəti məzun günü keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, şəhid ailələrinin üzvləri, veteranlar, Mingəçevir şəhərinin hüquq mühafizə orqanlarının nümayəndələri, universitetin professor müəllim heyəti, tələbə və magistrantlar, məzunlar və onların valideynləri iştirak ediblər. Məzun günü Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümumilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məzunları, onların valideynlərini və universitet kollektivini təbrik edib. Sonra Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib. Rektor bildirib ki, məzun günü universitet həyatında yalnız yekun mərhələ deyil, həm də yeni başlanğıcın, yeni məsuliyyətin və yeni ümidlərin bayramıdır. Bugün Mingəçevir Dövlət Universiteti üçün əlamətdar günlərdən biridir ki, həm Mingəçevir ailəsinə üzvü olan 1077 tələbəni bugün uğurla yola salırıq. Hesab edirəm ki, bu il Mingəçevir Dövlət Universiteti üçün uğurlu bir il oldu. Çünki həm beynəlxalq reytinqlərdə, həm yerli konferanslarda, beynəlxalq konferanslarda xeyli irəliləmələr müşahidə olundu. Rəsmi çıxışlardan sonra tədbir məzunlarının təltif edilməsi mərasimi ilə davam edib. Ümumi orta müvəffəqiyyət göstəricinə görə bakalavriat və magistratura təhsil səviyyələri üzrə universitet və fakültə birinciləri mükafatlandırılıblar. Tədbirdə həmçinin universitet həyatında fəallığı, ictimai təşəbbüskarlığı, tələbə təşkilatlarında iştirakı və universitetin müxtəlif tədbirlərində göstərdikləri aktivliyə görə 13 tələbə və magistrat mükafatlandırılıb. Bununla yanaşı universitetin veteran və şəhid ailəsi üzvü olan məzunlarına xüsusi diqqət göstərilərək onlar da təltif ediliblər. Təltif mərasimindən sonra məzun günü bədii hissə ilə davam edib. Bədii proqramda Habil Məmmədov və tələbələri, musiqiçi Hikmət Poladzadə və Mərdan Kazımov bir-birindən maraqlı ifaları ilə çıxış ediblər. Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Mingəçevir Dövlət Universitetində bakalavriat təhsil səviyyəsi üzrə 955 nəfər, magistratura təhsil səviyyəsi üzrə 137 nəfər olmaqla ümumilikdə 1092 nəfər məzun olur. Rahim İbrahimoğlu, Yusif Əliyev bu gün informasiya proqramı üçün.